Avqustun 22-sində olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm GS-nun, nisbi-rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq ərazilərində duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti. Dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.